Salam aleyküm, əziz və hörmətli dostlar. Salam aleyküm dostlar, xoş gördük. Mən dünəndən başlamışam bu Savaş Sənəti kitabının farscasını oxumağa. Çünki niyə farscasını başladım? İki dəlillə. Bir bu ki, biz savaşa yaxınlaşırıq. Yəni, Azərbaycan Cumhuriyyəti keçən il savaşda idi, torpaqlarının birazını azad elədi. İndi Ukrayna savaşa girir və biz bilmirik ki, dünya hara gedir. Siyasətmədarlar və savaş manqurtları istəyirlər ki, dünyanı hara aparalar. Amma geci tezi biz Azərbaycanlı türklər olaraq vətənimiz üçün bir savaşa girəcəyik. Onun üçün indi biz bu savaş elmin başarmalıyıq. Heç olmasa teori sahədə bilməliyik ki, dünyada nə keçir, siyasətdə nə keçir. Siyasətin bir böyük payı, bir böyük səhmi savaş və ordudur. Bunu yadımızdan çıxartmayaq. İndi dostlardan mən bundan keçə bilməyəcəm. Dostlardan Azərbaycan Rəis Cumhurun çox tənqid edirlər ki, niyə gedibdi Putinlə əl-ələ veribdi, ya bir müqavilə yazdırıblar və imzalayıblar. Ukraynadan gərək himayət eləydi, niyə himayət eləmir, Rusiyadan himayət edir, ya əslən himayət eləmir Rusiyadan, niyə bu iş görüldü? Dostlar, baxın bir, ehsasata taxılmayaq. Vaqiyyət budur ki, Azərbaycan Cumhuriyyəti, Ukrayna Cumhuriyyətinə söz verməyibdir ki, mən səndən savaş eləsən, Rusiya ilə cavab verəcəm. Amerika və Avropa deyiblər ki, biz sənə köməklik eləyəcəyik, xanı köməkliklər. Ki, böyük qudrətdirlər, atomi gücləri var, böyük orduları var, böyük pulları var. Amma Azərbaycan bir kiçik ölkədir, bunu gərək qəbul eləyək. Azərbaycan sabahını qorumalıdır, dostlar. Sabahları Putin təsmin tutsa, Rusiya təsmin tutsa ki, geçmiş Buluçi şərqə bağlı olan dövlətləri işğal eləsin, Azərbaycan özün və millətin qorumalıdır. Ən ağıllı yol budur ki, millətin girək qoruya. Savaşa girsə, savaşa hazır olmalıdır. Amma eyni halda bir işlər görməlidir ki, biz bunları ölçəşməliyik. Biz milli mənafeyimizi ölçəşməliyik. Onun üçün bu kitab bizə lazımdır. Onun üçün farscasını oxuyacağım, sürətlə oxuyacağım ki, bir az, çox da uzun zaman çəkməsin, biz biraz bu savaş sistemi ilə və savaş siyasət ilə tanış olaq. Siyasət iki cürədir, bunu əvvəldə deyim. Bir siyasət ki, dövlət aparır, bir siyasət ki, ordu o dövlətin siyasətlərini qabağa aparır. Yəni, ordunun özü, ərteşin özü, İranda ərteş deyirlər, onun özünün varlığı dövlət siyasətin qabağa aparmaq şeydir. Rusiya niyə məsələn bir belə lotuluq eləyir? Ordu gücünə. Silahları var, təyyarələri var, atom silahları var, ordusu çox böyükdür və pulu var. Azərbaycanın 10 ilinin büdcəsi, 20 ilinin büdcəsi Rusiyanın bir ilinin ordu büdcəsidir. Biz bunu gərək qəbul edirik. Yəni, bu cür deyil ki, deyək, Azərbaycan niyə məsələn Rusiya ilə savaşmır? Bunlar uşaq oyunlarıdır. Biz uşaq oyunlarına girməməliyik. Onun üçün bu kitab bizə çox köməklik edəcək ki, görək düşməni nə cür, əgər bizdən güclüdür düşmən, onu nə cür kontrol eləməliyik? Onun rəvani savaşların, psikolojik ya ruhsal savaşların nə cür tanımalıyıq, nə cür qabağında durmaq, nə cür millətimizi qorumalıyıq savaşdan. Savaşın iki amacı vardır. Burada indi getdikcə deyəcəklər, mən ona görə danışmayayım. Bunları görəcək. Hər halda Azərbaycan Cumhuriyyətini istədiyim deyəm ki, nəqd eləmək, bilməməklə nəqd eləməkdir. Əvvəl bilək görək pərdənin arxasında nə keçir? Əcəba Rusiya qabaqdan bunlara deyibdir ki, mən filan yeri alacağam, əgər himayət eləsəz sizi şey eləyəcəm. İndi görürük ki, Rusiyanın ordusunun içində Ermənistanın sərbazları çıxır. Yəni Rusiya bu cür deyil ki, dursun elə təhт canına geçsin. Rusiya da bir iddə məmləkətlərə deyib ki, buna %100 yəni bunu danışıblar.
Bunlar arxa sözlərdir. Mən həmlə eləyəcəm, sənin ordun ora gəlməyəcək. Gəlsə, sənin də qulağından yapışaram. Və vaqiyyət budur ki, Rusiya həmlə eləsə, Azərbaycan dayana bilməz. Azərbaycan ağıllı çalışmalı, ağıllı getməlidir və özün qorumalıdır. Millətin qorumalıdır. Azərbaycan taza istir ki, Rusiyənin o istimari sistemi altından ki, aclıq, işsizlik, pulsuzluq, darbadağınlıq hakim olmuşdu. Ondan çıxsın, hələ çıxmayıbdır. Azərbaycan özün bir savaşa aparmıyor ki, orada uduza bilər. Onun üçün bu dünənləri də oxuduq müqəddəmədə. Hər o savaş ki, biləsiniz ki, orada uduzacaqsınız, o savaşa girməməlisiniz. O imtiyazı ki, savaşla verəcəksiniz. Yəni, savaşan udan tərəf girəcək, toprağınızı alacaq, adamlarınızı öldürəcək, sonra da sizin boyunuza bir şeylər qoyacaq. Əgər qərardır, adamlarımız ölə, evlərimiz dağıla, şəhərlərimiz viran ola, əsli evadanlıq, bunyani işlərimiz, əsli işlərimiz ki, görmüşük vətənə, onlar aradan gedir. Sonra biz onun əmri altına geçək, o işlərdən eləmədik, ən bir yaxçı budur ki, əvvəldə gedək. Amma mən bununla da müxalifəm ki, azadlığımızı, istiqlalımızı, hüviyyətimizi qurban edirik. Mən bundan müxalifəm, amma bir-bir bunları oxuyaq, görək. Mən fəqət sadəcə gördüm, dostlar çox həyəcanlıdırlar, Ukrayna falan ərteşi gəlmişdi bizim işinə, bu işi gördü, nə bilim, bizdən himayət elədi, falan elədi. Təbii, Türkiyə də oradan himayət edir. Yəni, biz lazım deyil Azərbaycanı xəşləyək. Azərbaycanımız cibimizdəki pul deyil ki, götürək xəşləyək. Əgər sən bu qədər güclüsən, tu getginin əlan Ukrayna savaş. Sən Azərbaycan dövlətin şeyə salma. Bu ehsaslardan çıxaq. Yəni, biz uşaqlıq dövründən çıxaq eşiyə. Biz yavaş-yavaş ağıllaşmalıyıq. Bu kitabları oxuyaq, ağıllaşaq. İndi, dostlar, əgər bunun farsçasını download eləyib, indirə bilərsiniz. Bunun farsçası, Honər-i Cəngidir bu farsçasının adı. Həsən-i Həbibi yazıbdır. Müftə qoyublar online, götürə bilərsiniz bunu. Mən bunun 11-ci səhifəsindən başlayıram, sürətlə oxuyayım. Bir 4-5 səfə buradan oxuyaq. Cəng əzdiyqahı Tutsu. Tutsunun ya Tüzonun düşüncəsi, görüşü, didgahı tərcümə eləsək Türkçəyə olar görüş. Tüzonun, son Tüzonun savaş haqqında olan görüşləri nədir? Əvvəlin bənd əsəri son Tüzo kilid fəlsəfi və ira be dəst midər. Deyir, onun kitabının birinci səfəsi, yenə Həbibi özündən yazır bunları, bilmirəm niyə. Kitaba geçmir. Deyir ki, birinci cümləsi onun savaş düşüncəsinin kilididir, haçarıdır. Kilidə biz haçar deyirik. Farslar kilid deyirlər, biz ona haçar və Türkiyədə ana hatar deyə qabağa aparırlar. Cəng yeki əz məsail ciddi və ba əhəmmiyyət dövlət است. Dövlətin neçə işi vardır? Biri əmniyyət yaratmaq, əslisi əmniyyət yaratmaq hər sahədə, iqtisadda, siyasətdə, hüquqda, azadlıqda, hər sahədə əmniyyət yaratmaq. İkincisi, o milləti qorumaq düşmənlərdən, xarici və daxili düşmənlər. Yenə də əmniyyətdə elə. Ondan sonra iqtisad gəlir falan, dedi, bunlarda da əmniyyət yaratmaq lazımdır. Pəs dövlətin ciddi, çox ciddi, çox önəmli, ciddi önəm olaşır, Türkçə olur, önəm, ərəbcə sözdür. Çox ciddi və önəmli işlərindən biri nədir? Savaş məsələləridir. Ordu, savaş, ordunu savaşa hazırlamaq, beləsidir. Və müstəlzimi mütaliə əmiq است. Çox dərin mütaliə eləməliyik ki, dövlət nə işlər görür. Mütaliə də ərəbcə sözdür, əmiq də ərəbcə sözdür. İndi cümləyə baxın, müstəlzimi mütaliə əmiq است. Müstəlzim ərəbcədir, mütaliə ərəbcədir, əmiq ərəbcədir, است farsçadır. در دیدگاه سنتزو مبارزه مسلحانه یک امر غیرعادی گذرا تلقی نمی شود. سنت
Tüzonun düşüncəsində müsəlləhanə savaşmaq, mübarizə desək, yəni dayanışma, istirik dayanaq, beləsi, dayanışma bir dənə qeyri-adi bir iş deyil, adi bir işdir, normal işdir. بلکه به عنوان عمل آگاهانه ای که تکرار می شود است. Beləsi deyək. Bəlkə savaşa hazır olmaq və savaş tekniklərinə, siyasətinə tanış olmaq, onu bilmək, bu bir ağahanə farsça sözdür. Yəni bir bilinc üzünə, bilinc əsaslı, bilinçsel bir düşüncədir. Və در نتیجه مستعد تحلیل عقلانی است və üçün düşünsəldir. Biz də onu ağlımızla onu nə etməliyik? Təhlil eləməliyik. Təhlil ərəbcə sözdür, nəticə ərəbcə sözdür, müstəid ərəbcə sözdür, təhlil ərəbcə sözdür, əqlani ərəbcə sözdür, است farsdır. Bu. Son تیزو نیروی اخلاقی و معنوی و استعداد عقلی انسان را از عوامل قطعی برخورد مسلحانه نمی‌داند. Son تیزو bu Çinli düşünür əxlaq gücün, əxlaqsal. Buna əxlaq ərəbcə sözdür. İndi mən bu cümlənin hamısını desəm, son tizo İngiliscə bir Çin bir addır, niru ərəbcədir, əxlaq ərəbcədir, mənəvi ərəbcədir, istedad ərəbcədir, əqli ərəbcədir, insan ərəbcədir, əvamil qət'iyyə bunlar da ərəbcədir, müsəlləhanə ərəbcədir, qutardır. Vəsətdə iki kəlmə farscadır nədir? Bərxord midanət. Nemidanet. Bu iki dana fark. Qalanı ərəbcədir. Burada bu cümlədə indi niruy əxlaqi. Əxlaq türkcə ərdəmdir. Ərdəmlik gücü ya ərdəmsəl güc və ha belə mənəvi. Mənəvi bizim heç vaxt bunu bilmərik. Yəni ruhsal. İstedad ərəbcədir. Potansiyel bunun şeydir. İngiliscəsidir, latincəsidir ya və türkcəsi bunun əlbəttə qüvvə desək ərəbcə olar. Bu da deyək ki, istedad, yəni türkcəm çox zəifdir, görürsünüz, tapamıram. İstedad türkcəsi gərək olar qüvvə ya güc ya başarı. Başarı deyil əlbəttə. Başarı deyil. Hər halda əqli də elə biz də işlədirik, amma türkcəsi bunun əgər yadıma gəlsə bilirəm, bunları bilirəm, amma tüm işlətmədiyimiz üçün elmi kitablarda mütəəssifanə zehnimə gəlmir burası. İnsan da biz buna adam deyirik, insan da deyirik, elə işlədirik, bu ərəbcə sözdür, bizim də dilimizə gəlibdir. Hər halda deyir ki, son tüzünün görüşündə ərdəmlik, ruhsallıq və potansiyellər ki, hər insanda vardır, əqli potansiyellər, istedadlar, bunlar müsəlləhanə savaşın əsli səbəblərindən deyil, amillərindən deyil. Yəni, bunlar daha dərin bir şey olacaq. Və معتقد است که اگر عوامل مذکور درست مورد استفاده قرار گیرند کار جنگ قطعا به پیروزی می انجامد. Mütəqiddir. Yəni son tüzüm bunu inanır. Mütəqid inanmaq. İnanır ki, əgər əxlaqı, mənəviyyatı və əqli istedadı, əqli güc, burada güc gəlir. İstedad burada əqli gücü düz işlətsək nə olacaqdır? Qətlən savaşda müzəffər olacaq, qazanacaq, udacaq. Udmaq və qazanmaq türkcədir. Piruzinin yerinə. Udmaq və qazanmaq. برخورد با جنگ نباید با سهلنگاری و به احتیاطی صورت گیرد. İndi ki Ukrayna savaşır ha, indi ki bizim adamlarımız həyəcana gəliblər ha, deyir ki, برخورد با جنگ. İndi برخورد farscadır. İndi ki, bu cümləni baxsaq, əgər diqqət eləsəz, mən bugün analiz edeyim ki, türkcədir, farscadır. برخورد farscadır, cəng farscadır, nəbayət farscadır, səhlengari
səhl ərəbcədir, inqar farscadır. Bi ehtiyati, ehtiyat ərəbcədir. Surət pəzirət. Burada biraz farsını çox işlədibdir. Deyir ki, savaşla ilgili olan düşüncələrimizdə səhlinqar, yəni sadə tutmamalıyıq, rahat baxmamalıyıq. Bir ehtiyatlıqla, ehtiyatsızlıqla yaxınlaşmamalıyıq. Ehtiyat, yəni hazırsızlıq. Savaş bir sənətdir, bir teknolojidir, bir hünərdir ki, ona ağılsızlıqla ehsasla yan getmək olmaz. Yəni, ağıl işlədik. Və bu iki ciraqda nə olar, yox, bununla da yox. Gərək hər şeyin salasan, çıxasan. Bir yerə ki, uduzmaq ehtimali var, or savaşa girib adamları ölümə verməyəcəksən, təxribat da icad eləməyəcəksən. İlla ki, ölüm qalım savaşı. Onu deyəcək burada. Danışacaq. برای کوبیدن جاده پیروزی پیشاپیش باید اقدام لازم را به عمل آورد. İndi burada bir təmsil gətirir. Caddəni, yolu əvvəl nə inərlər? Qazallar, düzəldərlər. Deyir ki, o Ukrayna istəyər Rusiyanın qabağında qazan ələ gətirə savaşı, ondan öncə gərək bu savaşa, o zəfərə, o qazanca, o udmağa gedən yolu gərək hazırlamış ola. Ordusu ola, silahları ola, atom bombası ola, fulanı bəhmanı ki, Rusiya desə mənim 100 dana atomum var, bu da deyər mənim bir danam var. O deyər 100 dana vuraram, bu da deyər bir dana vuraram. Amma vura bilməz. Çünki bilir ki, bunun da bir dana varıdır. Bir dana vursa, eləyə bilər, xətər icad eləyər. Əgər onun 500 min ordusu var, bunun 50 min olsa, yenə də deyər ki, tamam, hər 10 nəfərə bir dana var. Dünən gecədən görürük ki, Ukrayna şəhərlərdə çirişi savaşa girdi. Məncə də bu ən düzgün yola girdi Rusiya. Ukrayna bu yolda eləyə bilər ki, Rusiyəni, dedim, Əfqanistanda İran inqilabından bir il o yüz bu yüz savaş başladı və görürsünüz ki, əliyalın insanlar eləyə bildilər dağlarda, dərələrdə Rusları öldürələr və Ruslar orada 20-30 il savaşandan sonra axır quyruqlarını götürdülər, qoydular. Biz deyərik, dümbüllərin üstünə və getdilər. Əlbəttə, rəvani baxsaq, o heyvanlar ki, quyruqlar var. Qorxanda quyruqların qalırlar, iç qışlarının, bacaqlarının arasına gedərlər. Yəni, təslim əlamət olur. Ustad-ı cəng nəqşəhay düşməni xud ra bərhəm mizənəd. O adam ki, savaşda ustad olub, ustad yəni çox başarılı, təcrübəli bir adam, bu nə olar? Düşmənin nəqşələrini oxuyar əvvəldə. Düşmən neyniyəcək? Şətrənc oyunu kimi bir şey. Mən şətrənc oyunu başarmıram. Təəssüflə və çox da uduzmuşam. Başarmadığım üçün də uduzuram da təbiətən. Cəngidə bir təxəssüsü olan, düşüncəsi olan bu adam əvvəl düşməninin tamam savaş ehtimallarını gərək nəzərə gətirək. Və peymanhay veyra dərhəm berizat. O düşmənin bir peymanları var, bağlıları var. Ayrı bir dövlətlər ilə, millətlər ilə danışıbdır. Mənə həmlə eləməyəcəksiniz, mənə həmlə eləyənin silahlarını verməyəcəksiniz, onlara silah verməyəcəksiniz, onlara ordu göndərməyəcəksiniz, onlara alver eləməyəcəksiniz, onlara yemək verməyəcəksiniz, onlara yanacaq verməyəcəksiniz, yəni benzin falan verməyəcəksiniz, bu bir tərəfdir. Düşməni nə edir? Heç olmasa bir tərəfdən də onun həmpeymanları var. Yəni deyibdir ki, məsələn, NATO-nu deyək. Türkiyənin həmpeymanları var. Əgər biri istəyir Türkiyə ilə şey eləyək, gərək bir cür eləyək ki, Türkiyə NATO ilə qırıla. Qırılandan sonra Türkiyə tək olar. Tək olandan sonra rahat vurular. Məsələn, Rusiya istəyir Türkiyəyə bir zaman həmlə eləyək, əvvəl gərək NATO-dan, məsələn, Türkiyəni bir cür eləyək ki, Türkiyə tora düşə, NATO-dan çıxışıya. İttifaqən Türkiyənin içində bir də güclər var. Erdoğan cənabların geçən 12 ildə hey məcbur eləyiblər ki, sən NATO-dan çıx, sən NATO-dan çıx. Olan NATO-dan çıxmaq bizim nəftimizədir, Amerika bizim dalımızdan iş görür. Amma Erdoğan deyib ki, dalda bir ayı var, bilirsiniz bu Ruslara ayı da deyirlər. Bir ayı var, o ayı mənim arxamda yatıbdır. Mən tək olsam çıxar məni yiyər.
Türkiyə niyə çıxmır NATO-dan bundan belə ki bilir Amerika kürdləri müsəlləh eləyir, Amerika savaş salır ətrafdakı bax Əraqda, Suriyədə savaş salır ki adamlar tökülərlər, gələrlər Türkiyə iqtisadi cəhətdən, əxlaqi cəhətdən hər çox baxımdan ictimai əmniyyət sahəsində zəifləşə, bomb qoyurlar, partladırlar. Bunların hamısını Amerikada bilir. Amma görürsünüz ki, Amerikalılar bir-iki şəhərdə Türkiyədə vardılar. O cümlədən əsli şəhərdə. Siz əsli şəhərdə görməzsiniz bomb qoyulan. Yəni, eşitməmişsiniz. Ehtimalən bir-iki dəfə istəyiblər terror eləsinlər. Çünki Amerikalılar oradadır. Amerikalılar olan yerdə terror eləyə bilməzlər Kürtlər, ya o birislər, ya o birislər. Amma Erdoğan cənabları deyib ki, yox, biz bir həzinələr verməliyik. Amma bu həzinənin faydası o tərəfdə bizə Rusun qabağındadır. Rus girsə mümkündür 1 milyon, 2 milyon, 5 milyon adamımız ölə. Amma indi Amerika ilə bu cürsü keçinsək mümkündür ki, biraz adam ölə, az ölə. Amma az ölə. Məsələn, keçən 40 ildə 60 min nəfər adam ölübdür terrorlarda. Amma bir var 60 min nəfər 40 ildə ölə, bir də var ki 2 gündə, 3 gündə, 1 ayda, 5 ildə neçə milyon adam ölə. Və iqtisad daxila, güc daxila, güclər hərəkət edir. Bunun üçün əvvəl o adam ki istirşavaşa girsin, düşməni tanıyır, düşmənin müttəhidlərini tanıyır, sonra o ittihadları nə cür yıxa bilər. Onun nəqşələrin hamısını oxuyandan sonra onun müttəhidlərini görəcək, o müttəhidləri qıracaq bir-birindən. Hətta düşmən eləyə bilsə, daxil güclü. Miyan hakim və vəzir, miyan məqamat bala və zirdəstan məqalat yazıblar. Məqamat bala və zirdəstan, miyan rüəsa və mər'usan şikaf icad mükünət. Düşmən gələr, düşməni neynər? O iki təcrübəsi vardı savaşda və istəyir düşmənin yıxsın, düşməndən zəfər qazansın. O qazancı ələ gətirməli, əvvəl düşmənin nəqşələrini biləcək nədir? Ehtimalları, savaş ehtimalları. Ondan sonra onun hangi məmləkətlərlə, millətlərlə bağlılığı vardı, peymanı vardı, əhdnaməsi vardı, onları qırmağa çalışacaq. Ondan sonra o dövlətin, məsələn, Ukrayna gərək Rusiyanın içində Ukraynalara hərəkət edəcəkdir. Başarsa Azərbaycanlıları, erməniləri, o birisi millətlər ki, Rusiyada yaşayırlar, oraya hərəkət edəcəkdir. Hizbləri bir-birinin canına sala. Ondan sonra deyir ki, hakim ilə vəzir arasında, yəni indi əgər bir dənə qudrətli bir savaşçı olsa, gərək Putin ilə onun kabinəsi arasında bir ixtilaflar sala. Bunu gərək başarar. Yuxarı məqamlarla aşağı məqamlar, yəni müdürlər, vəzirlərlə millətin arasında, yox nümayəndələrin arasında bir ixtilaf sala bilər. Ondan sonra rəislərlə mər'usların arasında, yəni karimətlərin arasında ixtilaf sala. Baxın, savaş belə bir gücdür. Casusan və məmurani in ustad həmə ca fəaliyyət müqərən. Bu, savaş gücünün casusları gərək hər yerdə, hər paltarda, hər fikirdə olalar. Yəni bizim aramızda, indi bilirsiniz bunu, Farsların çox güclü məmurlar var, Azərbaycançılıq, millətçilik arasında, sizdən məndən də güclü danışırlar, biz də bir də, amma birdən görürsünüz, çıxır ortaya. Birdən görürsünüz ki, bir dənə məqalə yazıbdır, Ukrayna gərək təslim ola. Savaş. Bunun mənası nədir? Deyir ki, hər yerdə ki, ehtimal verdiyin güc vardı, uduzacaqsan, orada gərək savaşa girməyəsən. Elə burada bizim də işimiz bitdi. Onun məmuriyyəti buracandır. Yəni 5-10 dənə məqalə yazar, işi burada, quturdu getdi. O, biri ömrü hüquq alıbdı, ya təşviq olubdu, filan saxlanılıb ki, bir gün fəqət bunu deyə. Ki ondan sonra da sən deyəcəksən, tamam, Ukraynanın hələ dövləti vardı, o savaşa girməməlidir. Çünki Rusiya ilə uduza bilər. Bəs biz əslən dövlətimiz də yoxdur, niyə farslarla savaşaq? Nəticəyə baxarlar burada. O, adam ki, istəyir savaşa girsin, onun casusları düşməninin hər yerində olmalıdır. Hər yerində olmalıdır. Mümkündür, məsələn, Ukrayna olmayan, Rus olan. Mümkündür, erməni olan. Amma onları bücürlüqlə, hərəsin bücürlüqlə, birin qorxutmaqla, birin pulunla, birin nə bilim, video ilə filanla öz əlinə alıbdır. Və bir girdavəriyə əxbar və ittilaat mipərdazın. Sonra da düşmənin içindən əsli, önəmli xəbərləri, nəinki internetdən sertifikatləri yox, əsli içəridə düşmənin içində nə geçir, onu almalıdır və onu verməlidir. Toxma nifaq və ixtilaf mipərakənət. O, düşmənin içində
ixtilaf toxumların səpəcaqdır. Bir-birləri ilə bizim içimizdə bilirsiniz, farslar bunu çox güclü başarıblar. Güney Azərbaycanın içində əcib ixtilaflar var. Hamımız, məsələn, istiqlalçılar bir-birləri ilə yola getmirlər. Federalçılar da bir-birləri ilə yola getmirlər. Qanun əsasçılar da bir-birinə yola getmir. Niyə? Çünki biri də istəmir biz bir-birimizlə əsli hədəflər üçün yol gələk. Onun üçün neçə dənə istiqlal hizbimiz var, neçə dənə də federalçı hizbimiz var, neçə dənə də qanun əsasçı cəmiyyətlərimiz var. Amma bir yerə heç birimiz demirik ki, tamam bizim məsələn hər bir mərhələdə bir-birimizdən himayət eləməliyik. Və bir xərabkari dəst mizənər. Düşmən sonra neynər? Onun içində məsələn, indi fiş eləyin ki, bunu yaxşı bir iş görürlər, amma deyir ki, yox, sən düşmənin, məsələn, deyirlər ki, Ukrayna buracan hələ Rusiyəni vurmayıbdır. Rusiya gəlib sənin milləti vurubdur. Sən niyə onun millətin vurmursan? Bunu soruşuruq. Soruşuruq, bu kitab niyə deyir, nə deyir? Əlbəttə, bu deyir ki, xərabkarlıq. Məsələn, lazım deyil milləti vurasan. Ehtimalən, onun körpülərin partladasan, onun qarxanaların partladasan, onun, nə deyirlər, məsələn, benzin mərkəzlərin partladasan, onun silah ambarların partladasan, onun lazım deyil adamların öldürəsən. Yəni, istəyirəm deyəm ki, məsələn, elektrik şeylərin, telefon mərkəzlərin, çünki telefon mərkəzi çox mühümmüdür. Orduya deyir, neynəmək. Bunları partlamaq, bilsin mərkəzlərini partlatmaq, mahvarələrin işdən salmaq, içinə heç olmasa virus ötürmək ki, onları işləməyələr filan. Bunlar o yollardır ki, gərək görünür. Dər nəticə, düşmən monzəvi imiş. Əgər bu işləri indi sadlamaq da şomordən türkçəsidir. Sadladıq, saydıq, ikisi də işlənir. Deyir ki, bunu eləsək, düşməni münzəvi elərik. Əvvəl nə elədik? Münzəvi yəni nə mənə? Ərəbcə sözdür, inziva sözündən gəlir. Tək saxlamaq. Qırdın. Bunu müttəhidlərindən qırdın. Müttəfiqlərindən qırdın, tək saxladın. Rusiyənin ordusunda ermənilərin görsənməsi bunu göstərir ki, erməniləri çəkib yanına. Bəziləri deyirlər, çeçenləri də çəkib yanına. Mən hələ inanmıram buna. Mən fikirəm ki, bu da bir şeydir. Çeçenlər Rusun yanında durmazlar məncə. Amma indi burada 2-3 dənə video gəlibdir bir-birindən ziddi ilə. Bir yerdə deyir ki, gərək Rusiyanın qabağında duraq. Birində də deyirlər ki, yox, bu deyirlər, o adam demir. Deyirlər ki, bunlar hazırlanıblar Rusiyanın yanında Ukrayna ilə savaşırlar. Bunlar biraz əcib qərib sözlərdir, amma hər halda əgər Putin bu işi görə bilsə, nə olacaq? Ukraynanı inzivaya sala bilər. Məsələn, təhdid edib NATO-nu ki, əgər siz, nə bilim, Ukraynanın ətrafındakı məmləkətlərə köməklik eləsək, onları NATO-ya çəkəsiz, biz sakit qalmayacaq. Bunlar, yəni qorxutmaqdır ki, yaxınlaşmasınlar. Və ruhiyyə əşru mibazəd, o düşmən tək qalandan sonra, içində ixtilaf düşəndən sonra, hizbilər bir-birinin əleyhinə qatışandan sonra, bir-birinin əleyhinə yazandan sonra, danışandan sonra ruhiyyələrin əldən verərlər. Və iradə-i müqavimətəş dərhəm işkənət. Və o iradə, istək. O istək ki, vardı, mən düşmənimi gərək sındıram, o şey olacaqdır. Necə ki, məsələn, görürsünüz ki, məsələn, deyirlər, Biden deyib ki, biz sənə Zelenski, sənə vəsilə verək, təyyara verək, falan, qaç gəl Amerikaya. Ya deyiblər ki, hər kəs Ukraynadan qaçda, biz onlara pənahəndəlik verəcəyik. Tamam, bu düşmənin, o Rusiyənin gücün şey eləməkdir. Rəvani cəhətdən bunları dağıtmağa gedir. Yəni, əslində demək olar ki, bir növ Amerika və NATO da düşür Rusiyənin yoluna. Yəni, əvəzin ki, orada indi gələr, bu da bir şey. Və bedun ləbərd, ləşkərəş məğlub, şəhərhayəş təsərruf və hükümətəş vacibun micədir. Deyir ki, savaşa ehtiyac olmadan nə olar? Öz içərilərində ixtilaf bahis olar ki, bunların savaşmadan ləşkərləri məğlub olar. Yəni, ordusu məğlub olar. Çünki ruhiyyələri sındı. Mən Ukraynada bir şey ki, gördüm, bu deyil. Mənim bir nəzəriyyəm fərqlidir bəzi adamlarla. Mən mütəqidəm ki, bizim bölgələrdə, şərqidə, xüsusən, əlbəttə hər yerdə bir nəfər çox önəmlidir. Millət önəmli, çox da önəmli deyil.
Bir nəfər. O ki başda oturub liderdir, güc əlindədir ha. Məncə o mühümdür ta millət. O əgər Zelenski dünənləri qaçsaydı, təslim olsaydı, ərtiş təslim olardı. İttilaat da təslim olardı, millət də təslim olardı. O başda duran çox mühümdür. Lider dediğin şəxsiyyət çox mühümdür. Çox mühümdür. Bunun üçün deyir ki, diqqət buyurun, düşmənlə elə bu cürsü deyər ki, bir dana Kilaşinkov götürək 40 dana, bunun yanında 50 dana, 60 dana fişəngimiz olsun, gedək tak vuraq, onlar da durublar, baxırlar bizə, öldürəz yox. Bunlar film deyil. Filmdə bu ola bilər. Amma yox. Səni bir nəfər gərək buradan aparır, savaşa. Təlimat vermiş ola. Silahları nədir işlədəcəksən? Silahın qutarda nə edəcəksən? O düşmənin əlindən silah tapdın, onlarla nə edəcəksən? O qədər işi vardı ki. İndi deyir ki, nə olar? Ləşkərləri, ordusu məğlub olar, şikəst yer, sınar. Ruhiyyələri sındı, özləri savaşamazlar. Amma Zelenski deyir ki, mən özünə fişək bağlayıbdı, əsləhə də əlində 2 dana da yuzi götürüb əlinə, tar, millətə, bunun videosunu götürüb, deyir ki, millətə deyir ki, mən burada öləcəyəm. Millət nə deyir? Mənim rəhbərim durubdur. O bir nəfər, Firdevsinin şeiri burada gəlir. Yeki mərd-i cəngi bi həssət hezar. Bir dana savaşçıl rəhbərin yüzlər min məmuli adamdan önəmi var. Çünki məmuli adamlar qabağa baxırlar. Ərəblərin məsələ var. Ən-nasu əla muluki dinihim. Millət rəhbərlərinin dinində, dilində, yolunda rəhbər neyinəsə bunlar da onu elərlər. Nə olar? Şəhərlərin rahatca almaq olar. Dünən gecə Amerikada demişdi ki, səhərəcən, bu günün sübünəcən ki, bizim sübümüz İranda süb biraz tez olacaqdır sizin olduğunuz yerdə, 8 saat yarım tez olacaqdır. Kiyev düşəcək, yəni Ukraynanın paytaxtı düşəcək Rusların əlinə. Amma bu günləri eşitdim, mən indi eşitdiyim bu qədər ki, Kiyevin şəhərdarı deyib ki, şəhərdən saldıq eşiyə, savaş şəhərdən eşikdədir. Çünki burada liderlər savaşır. Mən gördüyüm nümayəndə məclislər silah götürüblər arvadlar, xanımlardır. Mən bu millətə baş əyərəm. Futbol timi tamam üzvləri, mürəbbiləri, oyuncuları hamısı silah götürür. Şəhərdarlar, nümayəndələr, hizblər hamısı vətən üçün. Rusiya 350 milyondur, neçə min dana atom bombu vardı, neçə min dana savaş təyyarəsi var, biz zəifik. Amma bizdə qarışqa deyilik ayaqlayalar keçələr. Biz də savaşa bildik. Hətta qarışqalar bir fili yıxa bilərlər. Fili onları ayaqlaya bilər, amma bunlar da dırmaşıb onun qulağına, burnuna, ora burasına geçib onu içəridən yıxa bilərlər. Əfqanlılar bunu yıxdılar. Mən Əfqanlıları İranlılardan 1000 pay güclü millət bilirəm. Həm əxlaqən, həm vətənpərəstlikdə. İranlı deyilən millətdə vətənpərəstlik yoxdur, savaş gücü yoxdur. İran dediyimiz millət geçən neçə min ildə, yəni farslar diyor da, İran deyəndə fars gəlir məsələ. Geçən neçə min ildə bir dana savaşda qazanmayıblar. Bir dana bir iş öz əlləri ilə, xarici əllər bunlar bir iş görüblər. 57 inqilabında Amerika və İngilistan olmasaydı, inqilab olmazdı. Çünki BBC-nin əliylə biz inqilab eləmişik. Bizə Xumeynini tanıtdıran BBC-dir. Biz nə tanırdıq Xumeyni kimi? Və sonra onların qazına gəldik. Biz bir nuşabə, İran millətləri nuşabə, bir şüşənin içindəki nuşabədə əl qoy qaşına beləsə tərpət, qoy atılsın geçsin. Nuşabəyə bilmir nə iş görür, biz İranlı millətdə bilmərik. Çünki savaş elmin bilmir. Ustad-ı cəng hər halda deyir, şəhərlərini rahatca eləyə bilərsiniz və hökuməti rahatca yıxa bilərsiniz. Əgər düşmənin içində nifaq salsınız.
o sadece تنها در صورتی که نتواند رقیب را با این وسایل به زمین بزند دست به طرف نیروهای مسلح دراز میکند. Əgər o təcrübəli bir savaşçı, komanda ya siyasetmedar əgər eləyə bilməsə düşməni içəridən o indiyəcən sadırladığımızla düşmənin içində təxribat icad eləmək, bir-birinin canına salmaq, məsələn məclisi dövlətin canına, dövləti vəzirləri bir-birinin canına, hər yerdə casus qoymaq, hər yerdə təxribat eləmək, şaiə salmaq, məqalələr yazmaq, onları bir Rus kimi qorxutmaq. Əgər bu yollardan eləyə bilməsə ki, zəfəri qazansın və düşməni yerə vursun, zəmin bezənə də yerə vurmaqdır. Nə olacaqdır? Ondan sonra deyər ki, okey. İndi mən öz silahlı güclərimdən, ordumdan istifadə edeyim. Ordusunu da hazırlayır. Pəs orduya yetişməməmişdən bir dana savaşçıl bir güc, diqqət buyurun dostlar, indi biz istirik Azərbaycanda, İranda Azərbaycanı müstəqil eləyək. Ya Azərbaycan haqlarını verəcək. Əvvəl gərək düşmənimizi tanıyaq, sonra onun içində nə iş, casusumuz əvvəl gərək olur, hər yerdə. Sonra onların içində ixtilaf salaq. Onları bir-birinin canına salaq. Məclislə, dövləti, ittilatla, ərteşlə, sipahı bunları bir-birinin canına salaq. Yəni oracancı mümkündür. Ərəbləri, Kürdləri, Türkləri, Lorları, Bəluçları, hər kəs ki bugün fikir yox, bizim düşmənimiz də hətta onları öz yolumuzda istifadə edək. Yəni salaq farsların canına. Yoxsa biz həm deyək ki, mən Şumallılarla savaşacağam, həm farsları sayılacağam, həm Kürdləri, həm onlar. Yox, tək qalarsan. Düşməni çoxartmayacaqsan. Onlardan istifadə edəcəksən hədəfi. Sən hədəfin nədir? O hədəf hangisi mühümmüdür? Bu günləri bizə İran dövlətinin yıxılması mühümmüdür, yoxsa Kürdlərin məsələsi mühümmüdür? Yoxsa Şumallıların məsələsi mühümmüdür? Yox. Bunu gərək düşünək. Deyir ki, elə ki, düşməni içəridən yıxanmadır, onda deyəcəksən, mənim bir dənə hizbim olmalıdır, müsəlləh olmalıyam, ya ərteş qurmalıyam və bu ərteşin büdcəsi olmalıdır, təlim almalıdır, silah almalıdır, hər şeyin hazırlamalıdır. Bunun tamam sistemi, irtibatat sistemi, yəni məsələn, elektronik, bisim, muahvarə, bunlar hazır olmalıdır. Ondan sonra biz eləyə bilək bir savaşa girək. O zaman girəlir. Deyir ki, 3 dənə hədəf var, bu adam sayır. Ordunu niyə işə alırsan? İndi Rusiya niyə ordudan istifadə elədi? Keçən neçə ayda ordudan istifadə eləmirdi. Radyo, televizyondan istirdi, casuslarından istifadə edirdi. Ərz edeyim xidmətinizə, Ukrayna dünyadan qırmaqdan istifadə edirdi, qorxutmaqdan, zəncirəvanidən və bunlardan istifadə edirdi. İndi niyə geçdi ordudan istifadə eləməyə? Keçən 2-3 gündə. 1. İstir ki, ən qısa zamanda, der kutahərin müddət, ən qısa zamanda zəfər qazansın. Əlbəttə ki, Rusiya 100 ildən çox, neçə 100 il, Ukraynanın içində olubdur. Ukraynanın içində çoxlu Rus yaşır. Çoxlu işlər üstündə Ruslar var və çoxlu Ukraynalılar var ki, manqurtdular. Yəni, Ukrayna olaraq Rusiyanın casuslarıdırlar, Rusiyanın muzdusuz. Bir muzdur var, pul alır işləyir. Bu bilir ki, mənə hər kəs çox pul versə, onun yanında durur. Bir də pulsuz muzdur var. Yəni, o adam ki, bəsicidir, gönüllü var. Deyir, mən gedirəm orada, mən silah versinlər, mənə bağlaşarlar desinlər, ondan ötürü gedir. Deyir ki, bu gəlir, istir ki, ən qısa zamanda zəfər qazansın. با حداقل ضایعات و حداقل ضرر به لحاظ حیات انسانی. İstir ki, ən az iqtisadi, siyasi, nizami və hətta ordu gücü ya şəhərlərdə ölən adamların azalda. Çünki bir vardı, bu savaşı çox uzalda, çox adam ölə, bir də var ki, istir qıssacan. Məsələn, məncə Rusiya bu işi görür. Məsələn, bu günləri bir video gördüm mən, çox qorxunc idi. O da budur ki, bir dana sərbaz ki, yaralanıb da Ukraynada, bunu bağlayıblar İsa'nın səlibinə, xaçına. Xaça bağlayandan sonra bunu qavzırlar göydə, eyni İsa kimi. Sonra bu adamı, çox da bağışlayın, bunun
həssas yerlərindən tüfənglə, ağacla vururlar. Sonra benzini səpirlər bunun üstünə. Sonra bunu od vururlar. Bunun videosunu çəkirlər, yayırlar. Bunun mesajı nədir? Ey Ukrayna ordusu, biz sizin başınıza bu oyun gətirərik. Bu dana cəng rəvanidir. Bir nəfər, iki nəfəri belə eləyəcəklər. Bunu yayacaqlar. Hamı sərbazlar desin ki, bizi də tutsalar belə eləyəcək, biz savaşmayaq. Üçüncü, با حداقل ضایعه mümkün به düşmən. Düşmənə də az zayiə burax, az dağıdaq. Çünki biz istəmirik ki, onların şəhərləri dağılsın, aradan geçsin, millət də aradan geçsin, nə olsun? Yəni ondan sonra boş torpağı neyniyəcək? Yox, deyir ki, istir ki, düşmənə də az zayiə vursun, çünki onun adamlarından istifadə edəcək. Onun adamları buna işləyəcəklər, bundan alver eləyəcəklər, buna qazandıracaqlar, burada işləyəcəklər, göndərəcəklər o məmləkətə. به نظر سنتزو وحدت ملی از şərait əsasi yetkince zəfərnumun است. Bir millət istir əgər qazansın Ukraynalar, gərək bunlar hər nə cürdür hizbilərin arasında şey olsun, birlik olsun. Birlik olmasa, təfrəqə olsa, bir-birinin ziddini yazsalar, qazana bilməz. Məsələn, İran həmçə savaşa girsə qazana bilməz. Əvvələn, indi İranda 10 millət yaşır, ən azı 10 millət. Türklər ki, özləri 3 millət mən hesablıram. Qəşqailər, Türkəmənlər. Bu 3 dənə. Ərəblər, Bəruslar, Lorlar, Ciyləşlər, Mazəlilər, Kürtlər və Farslar. Əgər bunlar indi 10 yerə bölünüblər zaten. Keçən 100 ilin zülmü, cinayəti, haqsızlığı, ayrı seçkilik, təbizi bu günləri gətirib deyir ki, burada 10 millətə bölünür. Məsələn, İran adına bir şey yoxdur. 10 dana millət, hamısı bir-birini bilir. Hamısı bilir ki, bax, mənim əsli düşmənim Farsdır. Bunu bilir. Onun üçün, eyni halda Farsların özünün arasında da ixtilaf var. Əlbəttə biz gördük bunu. Məsələn, bəzi ixtilaflarda, o cümlədən keçən günlərdə gördük. Şahçılar da, cumhurçular da, nə bilim, dinçilər də, dinsizlər də, hamısı yığışdılar, bir oldular. Farslar. Farsların ehtimalı bu ki, bir dana xarici həmlə olsa birləşsinlər ya İran təciziyə ehtimalına geçsə, istiqlal, millətlər istiqlal yoluna geçsələr, Farslar birləşərdir. Amma İran hər halda 10 yerə bölünübdür, 10 dana millətə bölünübdür. Vəhdət-i milli İranda yoxdur. Çünki İranda milli yoxdur. İranın birinci budur ki, əgər İran istəyir vəhdət-i milliyə yetişə, əvvəl gərək ədəbiyyat-ı siyasi və hüququn dəyişdirə. Ədəbiyyat-ı siyasi və siyasət. İkisi baxın. Ondan sonra hüququn, qanunların gərək dəyişdirə. Hüquq dediyimizdə dil dəyişir. Məsələn, İran deməlidir ki, mən hər millətin özünün dili, özünün rəsmi dili. Ən azı bunu qəbul eləməlidir. Ondan sonra İran gərək bunu qəbul eləyəcək. Mən əgər istəyirəm, gedəm türklərin arasına, gərək türkü bilən mütərcimim ola. Gedirəm kürtlərin arasına, kürdü bilən mütərcimim ola. Məsələn, türklər də istəyirlər gedirlər farsların içinə, kürtlərin içinə, ərəblərin içinə, gərək o dillərdə mütərcimlər olsun. Necə ki, milli hökumətimiz ki, pişəbəri dövründə quruldu bir il çəkdi, o dövlətdə bizim hər dilə, türkü dili rəsmi dilidir, hər dilə mütərcimimiz var idi. Bir kürd gəlsəydi bizim torpaqlarımıza, bir idarədə bir iş olsaydı, ona kürtü bilən mütərcim gətirirdilər. Necə ki, bir fars gələndə ona mütərcim gətirdilər, farsı bilən, bir ərəb gələndə ərəb mütərcim gətirdilər, rus gələndə rus mütərcim gətirdilər, ingilis gələndə, yəni hər dil gəlirdi, gəlsin ona mütərcim gətirməlidir. İran heç olmasa bu səviyyə getməlidir ki, özündə bir növ federalizmə geçsin. Dedim, bu çox şeydir. Deyir ki, Sontuzunun nəzərinə vəhdət-i milli, Azərbaycanlılar və türklərin arasında vəhdət-i milli ola bilər. Çünki bunları bir şey bir-birinə yapışdırır. Nədir? Türkçülük və türk millətçılığı, türk dili, türk tarixi, türk vətəni. Amma İranı bir şey yapışdırmır. İranda milli sözdən danışmaq olmaz. Milli birlikdən danışmaq olmaz.
از شرایط اساسی یک جنگ zafernumune است. Milli birlik bir qazancılı savaşın əsli və əsasıdır. Niyə? Dedik ki, o zaman ki, içində bir millətin içində casuslar, düşmən eləyə bilər, ixtilaf sala, onların şaiə yarada, onları bir-birinin canına sala, onda öcədir. Bu dedim, bu təəssüfənə bu günlər Güney Azərbaycanda belə bir şey var. Heç kəs özün demir ki, mən bu günləri Azərbaycanı tanımışam, hələ çox şeylərdə brainwash olmağımı bilmirəm. Mən icazə verin, yavaş-yavaş o birisilərə hörmət qoyum. Hörmət qoymur. Hər kəsən gəlir, o birisinə bir təpi yazır. O birisinə bir söyüş yazır. Hardasız, neynəmişsiniz falan. Sən neynəmsən, hələ sən indi gəlmişsən. Bir döz, bir 5 il, 10 il bir dayan, bir millətə ayıtmağa çalış. Sonra görürsən ki, yol çətindir. Yol rahat deyil. İn vəhdət zirə çətri hökumətin qabilə təhəqqüq است. Hökumətdədir bu. Hökumət eləyə bilər, imtiyaz versin hizbilərə. Siz də gəlin dövlətin içinə. Sonra siz də gəlin vətəndən difa eləyin. Onlara haqq versin. Tək özü olmasın. Bu hökumətin başçılıqların indi farslar bizlərə Türkləri, ərəbləri, bəluçları, türkəmənləri, qəşqailəri, lorları, ciləşləri, lorlar hələ o qədər yox, ciləşləri, mazəni bunları hökumətdən silir. Nə olur? Burada şey yoxdur, bizi yığa bilməz bir yerə. Biz hangi liderimizin sözü ilə İran bayraq altına gedəcəyik? Farsların sözünə baxmayacaq. Özümüzün hangi liderimiz, hangi hörmət qazanmış bir insanımız var ki, biz onun sabahları desək ki, abi İran yanında duraq, onun sözünə baxaq. Yoxdur, belə bir şəs yoxdur. İran dövlətinin həm tərəfdarı olur, həm də millətin içində tərəfdarı olur. Belə bir şəs yoxdur. Hökumət bu işi görə bilər. Ki, برای بهزیستی مردم فداکاری میکنند. Əlbəttə o dövlət, o hökumət görə bilər ki, millətin behzisti, yaxçı yaşayışı üçün bir işlər görə. Azərbaycanlılar keçən yüzillər uduzdurublar. Hər gün keçən günə görə uduzurlar. Hər gün keçən günə görə dalı qalırlar. Hər gün iqtisadları dalı qalır, siyasətdən uzaqlaşırlar, ordudan uzaqlaşırlar, təsmin tutan yerlərdən uzaqlaşırlar. Olmaz. Və be anha sitem rəvə nemidarət. Amma bizə sitem olubdur. İranda milli ola bilməz, çünki bizə sitem olubdur. Biz Türklər dilimizi itirmişik, tariximizi itirmişik, yəni farslar itirdiblər. Biz itirməmişik ki. Farslar bu zülmüdür, zülmüdür. Biz keçən yüzildə dəfələrcə inqilab eləmişik, dəfələrcə yüzlər dəfə, minlər dəfə bu sözü getirmişik. Biz sizlə bərabər haqq istirik. Verməyiblər. Bəs nə olan? Qırılar. Qırılı baladan gedibdir. İranda bir hakimiyyət yoxdur. 4 dövrü geçmişik biz. Birinci Pəhləvi ki, bilirsiniz, o qədər bu mənfur idi ki, öz oğlu onu mühakimə eləməyə çalışdı. Qaçandan sonra. Savaşmadı. Bir saniyə, bəzilər görürəm yazıblar 2 gün dayandı. Rıza Şah əslən dayanmadı. Rıza Şah adında bir adam əslən xarici qüvvələrin qabağında bir saniyə dayanmadı. Və hətta müzakirəyə keçdi ki, mənim oğlumu şah eləyin, nə istəyirsiniz, oğlum da mən də sizə verim. Dayan da, nə deməkdir? Zelenski ilə onun əksini niyə çəkirsiniz, qoyursunuz bir yerə? Zelenski orada deyir, ama ölsəm də şəhərimdən çıxmayacağım. Amerika mənə silah ver, mən şey istəmirəm. Mən maşın istəmirəm, təyyarə istəmirəm, buradan uçam gedəm. Rıza Şah, mənə gəmi verin, mənə maşın verin, mənə paltar verin, gedim sizinlə. Xümeyni də özür eləyəcəkdir, Xameneyi də özür eləyəcək. Çünki bunların pulları indi dünya şeyindedir. Bunlar İranda bir şeylər yoxdur. İranda qalıblar qarət üçün, daha çox zülm eləmək üçün. Bunların ümidləri vardı ki, bir gün biz türklərlə, kürdlərlə, bəluçlarla, türkəmənlərlə, ərəblərlə, bunların hamısının arasında şimalilərlə, Mazəndarani, Ciləş, bunların arasında bir düşmənlik yaradaq. O düşmənlikdən qorxsunlar, bizə sığınsınlar. Sığınmaq pənahəndə. Haqq ba son henskین است. deyir ki, haqq ondandır. Nə deyibdir ki, haqq ondan? Deyibdir ki, teorihay sıntızu bərpayi ehsan və ədalət üstüvarət. Deyib ki, sıntızının teoriləri, teori yəni deyək düşüncələr.
Əsli düşüncələri, ana düşüncələri, əslin yerinə ana düşüncələri nədir? 3 dənə söz, 2 dənə. İhsan, ədalət. İhsan dedi nədir? O başda oturan insan, hakim, Xameneyi bu günləri İranda gərək millətləri rifahda saxlaya, onlara zülm eləməyə, onları ayrı seçicilik eləməyə, biri yetimdir, biri də mənim oğlumdur, mən nə vardı yetirdim öz oğluma, yetimləri də döyüm, bu işlərə yola getməyə. Amma mənim nəzərimcə ihsan və ədalət dediği söz yanlış bir fikirdir. Mən bunu qəbul eləmirəm. Nə ihsanı qəbul edirəm, nə ədaləti qəbul edirəm. Çünki ədalət nədir? Baxın, bu günləri Rusiyanın gücü var. Keçib Ukrayna. Ukrayna qətliam edir, bombaran edir, öldürür. Qorxu yaradır. Hangi ədalət durur o Putinə desin ki, get dalıya? Hangi ədalət? Ədalət yoxdur. Ədalət gücdən doğar. İndi Ukrayna alandan sonra dünya Rusiyanı rəsmiyyətə tanıyacaqdır. Əgər Ukrayna alsa, qətliam eləyər. Ukraynada bir nəfər qoymayıb diri qala. Ukrayna alandan sonra bir nəfər də diri qalmayıbdır. Dünya onu qəbul eləyəcək. Çünki haqq gücləndir. Gücsüzün haqqı yoxdur. Yaşamaq haqqı yoxdur. Aha, bunu deyibdi də, neçə yüz il bundan qabaq deyiblər ki, nədir o İngilisli adı yadıma düşsə, deyibdi ki, hər heyvan ki güclüdür, yaşar, gücsüz yiyilər. Gücsüz yiyilər. Haqq qadında bir şey yoxdur. Güc var. Sənin gücün çox olursa, haqqsən. Amerika getdi, Ərağı vurdu, Libini vurdu, Suriyəni dağıtdılar. Haradadır bu haqq? Bu haqq niyə Suriyədə görsənmir? Bu haqq haradadır? Niyə Azərbaycanın haqqından difa eləmirlər? Çünki Azərbaycanın gücü yoxdur. Görək Azərbaycandan danışır. Güc farslardadır, nəft farslardadır, ordu farslardadır, dünyada onun yanındadır. Onu da ədalət bilirlər. Onun sözündən çıxmırlar, qəbul edirlər onun sözü, mənim sözümü qəbul eləmirlər. Çünki güc məndə deyil. Amma əgər güc məndə olsa, heç olmasa farslar da gücüm olsa, ona dediyimi onun boynuna qoydura bilsəm, onda dünya məni də tanıyacaqdır. Çünki ədalət gücdən doğar. Sənin nə qədər gücün var, o qədər ədalət yarada bilərsən. Ədaləti sən tərif elərsən. Sən deyərsən ki, mənim mənzurum ədalətdən budur. Mənim dilim rəsmi olacaqdır, Fars dili burada olmayacaqdır, Fars hökuməti burada olmayacaqdır, burada Azərbaycan dövləti yaradacaqdır. Bu Azərbaycan dövləti istər Şimali Azərbaycan dövləti ilə, Türkiyə ilə, ora ilə, bura ilə birləşər. İstəməz də müstəqil olar, onlarla peyman bağlar. Yoxsa ədalət adında bir şey yoxdur. Əslən, ədalət adında düşüncə yoxdur, fəlsəfə yoxdur. Ədalət güllə çıxandan sonra tüfəngin lüləsindən güllə çıxan kimi ədalət aradan gedir. Ədalət odur ki, Azərbaycanlıları keçən 100 ildə 3 dəfə, 4 dəfə qətliam eləyiblər və biz indi qətliam ruhiyyəsi altında yaşayırıq. Ədalət onların baxışından odur, çünki bizi gərək saxlayırlar. Ədalət odur ki, türkləri qoyduq yerinə. Həzrəti Əliyinə tərif veriblər, hər şeyi öz yerinə qoysaq ədalət olar. Farsların nəzərindən biz gərək bu cür olaq. Ədalət budur. Bizim nəzərimizdə nədir? Ədalət bu deyil. Bəs ədalətdə çəkişmə var. İndi Rusiya ilə Ukrayna arasında olanda ədalətdə çəkişmə var. Ukraynalar ədaləti bir şey bilirlər, Ruslar bir şey bilirlər. Bu iki düşüncənin hangisi müzəffər olursa, o tarixdə yazılacaq ədalət. Son tüzü جنگ را به زمینه سیاسی بیواسطه آن مربوط می سازد. Çünkü son tüzü savaşı siyasete bağlıdır. Hiç vasitəsiz. Vasitə yoxdur orada. Ortada bir ayrı bir şey yoxdur. Aramancı yoxdur. Siyaset savaşın yolun hazırlar. Siyaset savaşa bağlıdır. Savaş siyasete bağlıdır. Beləsidir. Bunlar birbirine bağlıdırlar. Yani جنگ را با وجود و عدم اتحادها و نیز وحدت و ثبات در جبهه داخلی و روحیه بالای ارتش از یک سو و نفاق اختلاف موجود در کشور دشمن و روحیه خراب ارتش وی از سوی دیگر مرتبط می‌سازد. O deyir ki,
hər halda üstdə dediklərimiz deyir ki, Süntüzünün dediyinə əsasən savaş nə ilə ilgidədir? Savaş bununla ilgidədir. Əvvələn, düşmənin içində ittihad və birlik var ya yox? Aya əcəba biz onları, düşməni, farsları məsələn, eləyə bilmişik 10 quruğa ayıraq, səltənət tələb bir deyək, Cumhuri xalq, bir deyək, Azərbaycan tərəfdarı, bir deyək, Azərbaycan düşməni və bunlar bir-birinin içində savaşa girərlər. Yəni, acaba biz eləyə bilmişik farsların içində bu fikri yaradaq ki, bir iddəsi olsun, desin, Azərbaycanlılar haqq deyirlər, bizim dövlətimiz bunu qəbul edir. Hələ bu yoxdur farslarda. Nə bilsə, əslən bu fikri yaxın gəlməyibdir. İxtilaf bu cürsü gərək yazılır. Onların arasında olan ittihadları bir-birinə vurmaqla cibhədə subat olan, daxildə subat olan. İran məsələn o zaman gəldi, çox əcib bir sistem yaratdı. Hər yerdə adamları axtarırdılar. Yəni hər məclisdə bir paygah qoydu, 4 nəfərin əlinə əsləhə verdi. Bunlar elə orada özü bir şeydirlər, öz məhəllələrini tuturdular. Bunlar hamısı o sözlər ki, üstə demişik, ruhiyyəsi yuxarı olsun, düşmənin içində ixtilaf olsun, ərtəşinin içində ixtilaf olsun, düşmənin içində xərabkarlıq olsun, onların məsələn ərtəşi təchizatları dağıtsınlar, benzin saxladığı yerləri dağıtsınlar, təyyarə mərkəzlərini vursunlar, telefon mərkəzlərini, bilsin mərkəzlərini, bunları. یعنی در صدد یافتن مبنای عینی برای ارزیابی‌های عقلانی و مقایسه قدرت دو طرف در صحنه است. Yəni deyir ki, istir eyləsin, deyir ki, Süntüzü deyir ki, əvvəl gərək əqli bunları bir-birinin qabağına qoyaq, ölçək. Ərziyabi ölçü. Ölçək bir-birini, bunların qüdrətlərin, zəiflərin, qüvvətlərin, haranı biz vursaq, o ordu hərəkətə gələ bilməz, ya yavaş hərəkət elər. Məsələn, dünənləri bir video gördük, adam, qoca adamdır, savaşa bilmir. Əsləhə götürüb, gedib dağda savaşamayacaq, hop bula bilməyəcək, düşə bilməyəcək. Belində bu şey yoxdur, güc yoxdur. Qaça bilməz, nəfəsdən düşər. Təmin. Amma nə mənə gedir tancın qabağında durur, deyir ki, mənə əz geç. Sərbaz da baxır ki, mən bunu niyə əzim məsələn. Bir dəqiqə də saxlasa, bir dəqiqə yubandırır. Bir dəqiqə orada orduya icazə verir ki, bir dəqiqədə məsələn 100 metr uzaqlaşsın, 100 metr gizlənsin, bir tüfək gətirsin, top gətirsin, narincək gətirsin, min qoysun, filan, bəhman. Baxın, bunlar mühümdür. Əvvəl gərək düşmənin və özümüzün hər şeyimizi ölçək. Əql əsasında, ehsas yox. Mən gedirəm, ya gedir, niyə getmirsiniz? Yox, o deyil. Müqayisə qüdrəti dö tərəf. Hər iki tərəfin qüdrətin bir-biri ilə müqayisə yox. Onun neçə tancı var, mənim neçə tancı var. Onun neçə sərbaz var, mənim neçəsi. Onun neçə Klaşinkovu var, mənim neçə. Onun güllə karxanası, nələr güllə karxanası vardı ki, gəlməsə də özü düzəldə bilər, xaricdən verməsələr özü, mənim hangi güllə karxanalarım vardı, əsləhə karxanam var ki, eşikdən güllə verməsələr, mən deyə biləm, dayana biləm. Mənim benzinim hardan gəlir, qazolum hardan gəlir, mənim tancılarım, təyyaralarımın gülləsi hardan gəlir, mənə verməsələr neynərəm? Davam, dərman, hər şey. سهم و اثری که سنتوزو برای عوامل معنوی و عقلانی و فیزیکی قائل است نیز اهمیتی که به اوضاع و احوال میدهد بیانگر ژرفنگری تحسین انگیز اوست. Deyir ki, bu adam, bu kitabı yazan çox ruhiyyə, dedik ki, əxlaq, ruhiyyə, fikir, düşüncə, bunlara deyir hamısını və fizikə, hətta fizik, yəni fizik nə dediyimiz o cismlər ki, biz gözümüzlə görürük, ya hiss edirik, olar. O şey ki bizim içimizdədir, onları ruhiyyat, mənəviyyat deyirik. O şey ki bizdən eşikdədir və bizim özümüz də fizik hesab olur. Yəni bu can, bu ət, bu paltar, bu geyim, bu yer ki oturmuşam, bu əsləhə, bu yemək, bunlar hamısı fizik hesab olur. Və niz əhəmiyyədir ki, bu oza və əhval midəhədir. Oza əhval nədir? Millətin ruhiyyəsi nədir? Əcəba Ukraynalar savaşmağa, ölməyə hazırdirlər, yox qaçmağa hazırdirlər. O şey ki gördük, farslar yazıblar ki, Ukraynalar qaçırlar. Bunlar ötürür. Ukraynalar uşaqları və xanımları dedilər gedin. Erkək deyilən insanlar qaldılar. Yaşlılara da, yaşlı qocalara da dedilər gedin. Amma yaşlı qocaların çoxu qalıblar, gedirlər tancın altına girirlər. Əziz dostlar, çox təəssüflə eləyə bilmədim 2 səfəni oxuyam. Elə burada qalsın. Sabahları buradan davam verərik. 17 saniyəmiz qalır. Umarım ki, mən biraz daha az danışım, kitabı sürətlə oxuyayım. Eləyə bilək bu kitabı bir neçə
məsələn 1 ayın içində, 2 ayın içində qutaraq və eləyə bilək ki, savaşı bilək nədir, düşməni tanıyaq. Sağ olun, sağ qalın.